Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında karate üzrə Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının məşqçi müəllimi Mədinə Sadıqova ilə görüş keçirilib. Görüşdə konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə idmanın inkişafının, sağlam həyat tərzinin təşviqinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərdən olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu sosial siyasətə dəstək göstərərək idmanın kütləviliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. 2025-ci ildə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının idmançıları müxtəlif yarışlarda ümumilikdə 306 medal qazanıblar. Mədinə Sadıqovanın qızıl medal qazanması həm Azərbaycan idmanının, həm də Həmkarlar İttifaqları ailəsinin uğurudur. Avropa çempionu Mədinə Sadıqova qazandığı qələbənin sevincini bölüşərək özünün idman həyatından danışıb. Azərbaycanda idmançılar üçün dövlət tərəfindən yaradılan geniş imkanların, eləcə də konfederasiya tərəfindən göstərilən dəstəyin onun peşəkar inkişafında mühüm rol oynadığını bildirib. Mədinə Sadıqova göstərilən diqqət və qayğıya görə təşəkkür edib, gələcək yarışlarda da Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq üçün əzmlə çalışacağını deyib. Mən Mədinə Sadıqova, Azərbaycan Karate Federasiyasının üzvüyəm. 55 çəki dərəcəsində qadınlar arasında Avropa çempionuyam. Eyni zamanda mən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman təşkilatı olan AHİTA'nın məşqçi müəllimi və idmançısıyam. Kollektivimiz məni hər zaman dəstəkləyir, mənim hər zaman yanımda olur. Bunu mən Almaniyadan qayıdarkən daha çox hiss elədim. Məni çox gözəl qarşıladılar, mənə çox böyük dəstək oldular. Bu mənim gələcək yarışlarımda uğur qazanmam üçün böyük bir motivasiyadır və mən buradan fürsətdən istifadə edib hər kəsə çox təşəkkürümü bildirmək istəyirəm. Mən inanıram ki, AHİTA idmançıları mənim kimi böyük arenalarda ölkəmizin bayrağını qaldırıb, himnimizi səsləndirib, ölkəmizi layiqincə təmsil edəcəklər. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm ki, idmana göstərdiyi qayğı, diqqətə görə bizim idmançılarımız dünya arenalarında Azərbaycan bayrağını yüksəldir və Sadıqova Mədinə də Avropada çempion olaraq bir daha Azərbaycan bayrağını yüksəldərək bizi sevindirdi.